Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Almaniya Federativ Respublikasında rəsmi səfərdədir. Səfərin təfərrüatları barədə Berlindən bizə ətraflı məlumatları Sədaqət Süleyman çatdıracaq. Almaniyada yüksək səviyyəli dövlət tədbirlərinin keçirildiyi Villa Borsing malikanəsinin qarşısındayıq. Bura Almaniyanın paytaxtı Berlində Tegel gölünün ətrafında yerləşir və tarixi memarlıq baxımından xüsusi əhəmiyyətə malik olan bir malikanədir. İctimaiyyət üçün açıq deyil, burada əsasən Almaniyaya rəsmi səfərə gələn qonaqlar qəbul olunur. Yeri gəlmişkən Almaniya və Azərbaycan münasibətlərindən danışarkən biz qeyd edə bilərik ki, Almaniya Azərbaycan üçün Avropa İttifaqı ən vacib tərəfdaşlardan biridir, həm siyasi, həm də iqtisadi aspektdən. Və Azərbaycan da Almaniya üçün eyni əhəmiyyətə malikdir. Cənubi Qafqazda ticarət dövriyyəsinin həcmi ilə müqayisədə biz bunu görə bilərik. Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə Almaniyanın məhz Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin həcmində Azərbaycan 3 əsas ölkədən biridir və 3-cü paya malikdir. Və yeri gəlmişkən Azərbaycan Almaniyanı neft və qazla təmin edən əsas ölkədir. Yenə də Almaniyanın İqtisadiyyat Nazirliyinin məlumatına əsasən deyə bilərik ki, Almaniya Azərbaycan, daha doğrusu Almaniyanın neft və qazla təmin edən 9 əsas ölkədən biridir. Təbii ki, baş tutan səfərlər, bu səfərlər çərçivəsində reallaşan görüşlər iki ölkə arasındakı münasibətlərin daha da inkişafını təmin edir və artıq 30 ildən artıqdır ki, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur. Yeri gəlmişkən, bugünkü görüş çərçivəsində də hər iki ölkəni maraqlandıran siyasi, iqtisadi və digər aspektdən görüşlərin keçirilməsi planlaşdırılır.